Sadəcə olaraq müəyyən strukturlara, quruluşlara riayət edəcəyik. Ümumiyyətlə, dil strukturlardan ibarətdir, quruluşlardan ibarətdir. O quruluşları əzbərləyirsən və tətbiq edirsən. Bu qədər bəsitdirsən. Əzbərləyəcək. Bunlar necə quruluşlamalıdır? Standart quruluş dedik. Sual, söz, köməkçi fiil, mübtəda, xəbər, subyekt, verb. Bunları əzbərləyəcək və görəməyəcək. Cavab 1-2 deyil. Cavab 1-2. Özü burada bənd yoxdur, açıq sualdır. Düzdür? 1-2 dedim. Niyə? Quruluşu uyan 1-2. Hansı quruluş dedik biz? Halda hansı quruluşlar dedik? Yəni bizim qısa yolumuz var da. Sual, söz, köməkçi fiil, subyektimiz və əsas fiilimiz. Bəli, burada gəlib haldan sonra köməkçi fiil, mübtədamız, xəbərimiz, hal, köməkçi. Burada isə haldan sonra birbaşa gələ bilməz. Gələ birbaşa əsas fiil gələ bilməz. Standart quruluş bizdən sual, söz, sual, söz. Köməkçi fiil, subyekt, bir də nə? Əsas fiil. Okey. Və nə sonra dil gəlir? Dildən sonra nə gəlməlidir? Subyekt, getdi. Və nə sonra gəlməlidir? Köməkçi fiil, getdi. Və nə sonra köməkçi fiil gəlir? Subyekt də gəlir. Və əsas fiil də gəlir. Cavab nə olacaq? C. Yaxşı, D niyə səhvdir? Diddisə feil birinci forması. Bəli, quruluşa malikdir. When köməkçi feil, mübtəda, əsas feil. Amma dil işlərinin feili nə etməlidir? Qayıtmalıdır birinci forması. İkinci beyndən sonra da çətin bir şey var burada. Birinci sual, söz, sonra köməkçi feil, sonra mübtəda, ondan sonra əsas feil gəlir. Sual sözümüz, köməkçi feilimiz, subyektimiz və nəyimiz? Əsas feilimiz. 2 deyil, çünki ondan sonra subyekt gəlir, sual sözlər. Bəli, olmaz, getdi. 4 də deyil, çünki əsas Köməkçi feildən sonra burada subyekt olmalıdır. Bəli. Asandır. Nə gözəldir. Burada bir üstü. When did she confirm? 1, 3. Aha. Birinci gəlib sual söz, sonra Yəni, beyində quruluş nədir? Sual, söz,